Məhkəmə keçildi. Biz məhkəmə prosesində bu məsələləri bir daha məhkəmənin diqqətinə çatdırdıq ki, Əvəz Zeynalının səhvi o qədər ağırdır ki, birincisi ona təxirə salınmaz müalicə lazımdır. İkinci, intensiv müalicə lazımdır. Buna görə də hətta bunu xaricdə, yəni ya Türkiyə ya Almaniyada bunun müalicəsi baş verə bilər. Bunu xilas etmək olar. Demək və bildirdik ki, sizin də, yəni burada ictimaiyyətin nümayəndələri də iştirak edirdi və məhkəmənin diqqətinə çatdırdıq ki, bu təkcə müdafiə tərəfinin mövqeyi deyil, bütün ölkə ictimaiyyəti, Məlahət xanım, deməli, insanlar narahat şəkildə formada toplaşıblar və onun azad olmasını intizarla gözləyirlər. Sizdən belə bir qərarı intizarla gözləyirik. Çox təəssüf ki, məhkəmə hətta deməli müalicə müəssisəsinin həkimini də dinlədi, deməli onlaynda və həkim də bizim mövqeyi dəstəklədi. Yəni onun da çıxışlarından görünürdü ki, Əvəz Zeynalının səhhəti çox ağırdır və o son dərəcə ciddi müalicə ehtiyacı var. Ancaq məhkəmə istinad etdi ki, yenidən tibbi şəhadətlenmə lazımdır. Komissiya. Bəli, tibbi komissiya lazımdır. Ekspert rəyi lazımdır. Ona görə Ədliyyə Nazirinin baş tibbi idarəsinə bunu təqdim edəcək. Ondan sonra bu məsələ həll oluna bilər. Təxirə salınma səbəbi nə oldu? Təxirə salınma dediyim kimi Komissiya yenidən təşkil olunacaq. Bəli, həmin komissiya təşkil olunacaq. Bu da ki, ümumi qəbul olunan qaydadır ki, bir aya qədər çəkə bilər. Gec də ola bilər. Gec də ola bilər. Yəni burada tez ola bilsin ki, ləngiyə bilər. Biz yenidən, yəni müdafiə tərəfi bir çıxış etdi. Əvəz Zeynallı da bunu bildirdi. O da çıxış etdi. Onlayn qoşulmuşdu. Bəli, onlayn qoşulmuşdu. Dedi ki, bu mənim səhhətim də həyatımla çox ağırdır, ağır nəticələrə səbəb ola bilər. Səhhətim çox ağırdır. Ona görə təbii ki, bu məsələ təcili həll olunmalıdır. Təcili həllini tapmalıdır. Biz yenidən məhkəmənin diqqətinə çatdırdıq ki, müalicəsi, təkrar edirik, müalicənin elə iddət verməsi üçün hökmən bunu xilas etmək üçün deməli ona təxirə salınmaz. Prosedur qaydası sürətlənməlidir. Təxirə salınmadan azad olunmalıdır. Çünki bu həm də ölkə ictimaiyyətinin mövqeyidir, rəyidir. Sizə də diqqət çəkirəm, sağ olun, əziyyət çəkirsiniz. Deməli, intizarla bu rəyi gözləyirdiniz. Əvəz Zeynalı bildirdi ki, nüfuzlu jurnalistdir, tanınan jurnalistdir, ölkəmizin fəxridir, möhtəşəm bir şəxsiyyətdir. Onu xilas etmək lazımdır. Təşəkkür edirəm. Sağ olun. Rəşad bəy, bir əlavəniz varmı? Elə bir əlavəm yoxdur. Fəxrəddin müəllim də dediyi kimi biz hakim tibbi şəhadətnamənin verilməsi üçün Ədliyyə Nazirliyinin baş tibbi idarəsinə göndərilməsi ilə bağlı qərar qəbul etdi və həmin məsələ ilə bağlı fikrimiz soruşunda biz bildirdik ki, Əvəz Zeynallıya qoyulmuş diaqnoz mübahisə predmeti deyil və bizim vəkil sorğusuna əsasında müalicə müəssisəsi həmin diaqnozu və metastaz verməsini təsdiqləyir. Ona görə də həmin sənədlərə əsasən qərar qəbul oluna bilər. Ancaq yenə də məhkəmənin və prokurorluq orqanının mövqeyi ondan ibarət olduğu ki, bütün hallarda Ədliyyə Nazirliyinin baş tibbi idarəsi tərəfindən tibbi şəhadətnaməyə bağlı komissiya təşkil olunsun və həmin sənədə əsasında müvafiq qərar qəbul. Qarşımızdakı həftə ərzində bu mümkün ola bilərmi? Sürətlənə bilər. Yəni belə deyim, o 3 gün ərzində də, 5 gün ərzində də verilə bilər. Yəni çalışmaq lazımdır ki, ən qısa müddət ərzində həmin qərar əldə olunsun. Tez də ola bilər, amma əlbəttə çalışmaq lazımdır ki, bu tez başa gəlsin. Bunun xilası mümkün olsun. Siz bir hüquqşünas kimi onun bir prosedurunu bilirsiniz. Tezləşdirilmə proseduru. Hansı prosedurla təxirə salınır? Hakimin rəyi mi, ya nəyəsə? Çünki şəhadətnamə Qurumdan asılı məsələ. xəstəliyə şəhadətnaməni həkim verib. Burada canlı dediyinizə görə canlı da iştirak edib, canlı da yəni həmin eyni rəyi təsdiqləyir. Bunlar həmin həkimə inanmırmı, ya nəyə görə səbəb nə göstərdi hakim? Bunu uzatmaqla onun xəstəliyinin də müddətini uzadır. Biz onlara istinad etdik. Aqil Qeybullah'ın çıxışına istinad etdik ki, o da yəni bizim tanınmış həkimdir və bildirib ki, xəstəlik çox ağırdır, ona görə də onun təcili azad olunmalıdır. Yəni onun mövqeyini bildirdi. Ölkə ictimaiyyətinin də mövqeyini bildirdi ki, sizin bu qərar
çox intizarla gözlənilir. Bunu xilas etmək lazımdır. Fikir aydındır. Demək, Mən belə danışdım. fikir aydındır. Buyurun Zəhmət. Mən nə demək istəyirəm? Sadəcə var bu qərarı verən adamlar, bizdə bilinir ki, hamı yuxarıdan qərar verilir. Məhkəməzə hamısı boş şeydir. Mən İlham Əliyevə deyirəm, İlham Əliyev, sənin ətrafında sənə bircə qədər olsun hörmət eləyən yoxdur. Bu Əvəz Zeynalının həyatı gündən asılıdır. Biz ona çatacağıq, çata bilmirik. 10 gündə biz bu məhkəməni gözləyirdik. 10 gündə bu məsələlər həll oluna bilməzdimi? 10 gündə onun o prosedur qaydaları zaten nətər oldu? Milyonları yiyənləri bir saata bırakırsınız, səsi də çıxmır. Amma yardımcılar İlham Əliyev, unutma. Əvəz Zeynallını şənbə günü axşam tutdular. Bazar günü səhərə kimi bırakmadılar. Onu məhkum elədilər. İndi bu ölüm yatağına düşübdür. Bu qeyrətli oğul, bu qeyrətli bala, vətəni üçün, milləti üçün, dövləti üçün çalışan, siz doğrudan da düşünmürsünüz ki, bu adam hər gün, ömründən keçən hər gün bunun həyatına son qoya bilər. Mən sizə deyirəm, bunu sizə heç kim deməyəcək. Çünki sizin ətrafınızdakiler hamısı yaltaqdır. Hamısı. Ancaq sizdən xeyir götürmək istəyirlər. Mən sizdən nə xeyir götürmək istəmirəm, nə sizin yerinizə gedəcək adam var, nə sizdən başqa unacağım var. İlham Əliyev, sən burada bir humanist yolunda oynamalıydın. Bu günləri qərar vermək. Bırakın, sonra prosedur qaydaları eləyin də. Axı bunun həyatı tühtü nasıldır? Siz niyə bunu eləmirsiniz? Sizə niyə bu işləri imkan vermirlər? Siz bir dənə humanist addım atasınız. Niyə? Zeynallını tutanda şənbə tutub bazara kimi onu gecəli ilə məhkum eləmək olardı. Amma bunun həyatı tühtü nasıldır? Həkimlər danışacaq, filan şey. Ayıbdır, İlham Əliyev. Bunu mən sizə deyirəm. Amma sizin yanınızda kimlər var? 91-ci ildə Atağızın çıxışını fitnə, təpih döyüb, kəsən, adamlara dirijorluq eləyən Ziyad Səmədzadə, ondan sonra Juli, fırıldaqçı Yaqub Eyyubov və başqaları. Onlar sizə düzgün istiqamət verə bilməzlər. Mən sizə deyirəm, bunu eləyin. Siz çox böyük xalqın, bu boyda ictimaiyyətin sözünə, səsinə cavab vermirsiniz. Kimə cavab verirsiniz? O 125 deputat hansı ki, xanlar Vəliyev kimi bir qulduru səsini çıxartmadan təsdiqlədi onları. Ağır məqamda sizlər arxada yaxdıracaq bu xalq. Xalqı qoyub sizə yaltaqlanan adamlara mövqeyini çəsizləmiş. Siz bu günləri biz hamımız gözləyirdik ki, siz böyük humanist addım atacaqsınız. Əvəz Zeynalını bırakacaqsınız müalicəyə, sonra yerdə qalan prosedur qaydaları eləyin. Təşəkkür edirəm. Nə bilim nə olur? Demək belə çıxır ki, İnşallah. İnşallah tezliklə azadlıqda müalicəsini davam elətdirər. Allahın köməyi ilə. İnşallah. Çox sağ olun. Təşəkkür edirəm. Mən görüşək getməyəm. Qəzədən qərar verilmək üçün 15 gün bir ay hətta bəlkə də ola bilər ki, vaxt çəkər verilərmi? Bəs siz bir insan, yaxşı bu 10 günə siz qərar verincə özə nətər olacaq? Əslində belə deyim də, mən burada gördüklərimi, bax buradan görürəm ki, içəri boşdan olar, deyirlər təkcə ailə üzvləri içəri girə bilər. Görürəm ki, qardaşı varsa deyir ki, qardaşı ailə üzvünə deyil. Ona görə təsəvvür edirsiniz, ailələr də belə parçalayırlar da bunlar. Ailəyə də deyir ki, qardaşın ailə deyil. Nətər olur və Əvəz bəy içəri qoyan kimi qardaşını işdən çıxardırsan? Nətər ola bilir? Bir nəfər bütün ətrafını sən qohum övladın hamısını onu belə deyək, şərləyirsən, hədələyirsən. Təpki gəlsə siz dinləməyin, siz qohumunuzun tərəfində durmayın. Amma bu günləri məhkəmə deyirsiniz, ailədən sayırmır. Aileden sayılmasa ne işten çıkardırdınız onda? Bir de işte Əvəz bəyin bugünkü məhkəməsi belə deyək. Mən bunlardan o qədər gözləntilərim nə ola bilər? Bunlar öldürməyi bilir. Bunlar azad etməyi, nəsə müalicə eləməyi, nəsə hansısa bir yarıya məlhəm sürməyi bilmir. Bunu hər kəs bilir. Yəqin ki, bunun ki, Əvəz bəyi də öldürmək niyyətləri var. Mən belə bir başa düşünürəm. Amma Əvəz bəy bir söz deyim. Əvəz bəy bu gün də öləsə olsa, mənə onu yaxın qohumları bağışlasın. Əvəz də özü bağışlasın. Yenə də ki, bunların hamısına qalib Əvəz bəydir. Ölsə də kişi kimi öləcək. Əvəz bəy bu xalqın qəhrəman oğludur. Öldürsə də qalsa da. Əvəz bəy öz sözün demiş, xalqın dilidir. Görən gözü danışan dilidir. İsa bəy bir açığına Mən deyəcəklərim bu qədər.
Ölsə də qalib yenə vermək. Cənab məhkəmənin qərarı ilə bağlı. Mən hesab edirəm ki, yəni bu cür vəziyyətdə insanların burada toplanmasının səbəbi Əvəz bəyin ağır xəstəliyidir. Hamımız gözləyirdik ki, inşallah buraxılar. Bir həftə, bir neçə gündə gözləyək. Hər halda tamam haqsız və antihumanist şəraitdə bu vəziyyət davam edə bilməyəcək. Arzu ilə tələb edirik və istədiyimiz də budur ki, qanuna müvafiq bir qərar çıxarılsın. Əvəz bəy ən tez günlərdə bir ixtisaslı müalicəsi başlansın. Zaman bizim gün və gün yoxsa dəqiqə və dəqiqə ziyanımıza işləyir. Onu bilirəm mən, ayrı heç nə bilmirəm. Allah kömək olsun. Ədalət gözləyirəm. Bəlkə insaflar olur, rəhmə gələrlər. Nə deyirsiniz? Nə deyim? Maddi əsasən ağır xəstəliyi olan məhbuslar azad edilə bilərlər. Biz de hesab edirik ki, əgər ağır xəstəliyə görə azad edilə bilərsə, o adam da ağır xəstəlisə azad edilməlidir. Burada başqa variant yoxdur ki. Ona görə də burada məhkəmənin bu qədər uzadılması, bürokratik addımlar atılması tamamilə yersizdir. Bir an önce Əvəz Zeynal azad edilməlidir, ona şərait yaradılmalı ki, normal müalicə ala bilsin ki, tezdən sağala bilsin. Və bu dediklərimiz bugün həbsdə olan, xeyli xəstələnmiş, səhhətində ciddi problemlər olan insanlar onların hamısına aiddir. Elə yeri gəlmişkən ağır aclıq aksiyası keçilən, ölüm aclığı keçilən Toğrul Gəvgiliyə də aiddir. Hakimiyyət ən qısa müddətdə bu məsələlərlə bağlı düzgün addımlar qəbul etməlidir. Biz Müsavat Partiyası olaraq bunu tələb edirik, buna çağırırıq və bunu gözləyirik. Sabah mənə elə gəlir ki, siz Müsavat Partiyası olaraq yox, Azərbaycan olaraq, bütün Azərbaycan olaraq eyni ortaq dərdimiz, eyni arkadaşlarımız uğrunda çağırışı da birbaşa bütöv Birləşməliyik. Azərbaycanlı təmsil edirik. Eyni zamanda mən hesab edirəm ki, hər kəs öz adından danışsa daha dəqiq olar və hər kəs öz adından eyni hədəflərə doğru çağrışlar etsə, bizim milli gücümüzdə, xalqımızda ortaya çıxmış olar. Təşəkkür edirəm. Çox birləşmə sizin xalqı birləşməyə çalışır. Əvəz Zeynallı əslində törətdiyi hər hansı bir əmələ görə yox, jurnalist fəaliyyətinə görə həbs olunmuş bir şəxsdir. Və artıq xeyli müddətdir ki, o haqsız olaraq həbsxanada qalıb. Onun səhhətində yaranmış indiki problemlər də çox yəqin ki, həm də onun ağır həbsxana həyatı yaşaması ilə bağlıdır. Ona görə Azərbaycan hakimiyyəti bütün bu amilləri ilk növbədə isə Əvəz Zeynallının günahsız olmasını, Əvəz Zeynallının həbsxanada həyatını itirmək təhlükəsi qarşısında olmasını nəzərə alaraq, xəstəliyin nəzərə alaraq onu azadlığa buraxmalıdır. Təəssüf ki, bu prosedurlar uzadılır. O prosedurların uzadılması Əvəz Zeynallının həyatı üçün təhlükə yaradır və onun müalicəsinin gecikdiyi hər gün yəqin ki, onun həyatından aylar, illər alan günlər olacaq. Bütün bunlar nəzərə alınmalı və bu prosedurların sürətlə həyata keçirilməsinin təmin edilməsi şərti ilə Əvəz Zeynallının tezliklə azadlığa buraxılması təmin edilməlidir. Təşəkkür ederim. Sağ olun. Təşəkkür. Mən açıqlardıqdan ay yarım sonra olan məsələdir. Məlahət xanımın yanındayıq. Aboneliyyədə canlı efir gedir. bizim aboneydi. Məlahət xanım aboneliyə 2 dəqiqə. canlı efirinə Banu, bunu söndür də bunu.